İza əhabbəllah abdən. Allah bir bəndəsini sevərsə, Allahın sevgisi haqqında biraz danışmaq istəyirəm. Allah bir bəndəsini sevərsə, xoş o bəndənin halına. Bütün rəhmət qapılarını onun üzünə açır. Və onun dininə, imanına zərbə vuracaq şeylərdən onu qoruyur. Allah bir bəndəni bəyənsə, özü girişir onun həyatına və başlayır özü onu qorumağa. Özü onun həyatını idarə eləməyə başlayır. İmanını özü qoruyur. Bəli, müminin bədəni, canı, cismi, malı, sərvəti zərbə ala bilər. İman buna zəmanət vermir ki, sən iman gətirdinsə, həyatda çətinliyin olmayacaq. Belə bir şey yoxdur. Zərbə dəyər malına, canına zərbə dəyər. Çünki dünya elə bir yerdir ki, insan burada şirin və acı hadisələr görməlidir. İmanlı oldu ya imansız, fərqi yoxdur. Bu barədə heç kəs sığortalanmayıb. Quran buyurur, وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَّكْسٍ مِنَ الْأَنْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ. Biz sizi imtihan edəcəyik. Biraz qorxu ilə, biraz aclıqla, biraz malınızın azlığı ilə, biraz canınıza olan xətərlərlə, xəstəliklərlə, biraz məhsullarınızın kasadlığı ilə imtihana çəkəcəyik. Bütün bunları deyəndən sonra axırda deyir ki, وَبَشِّرِ الصَّابِرِينَ, səbr eləyənlərə müjdə ver. Yəni, hadisələr yox, reaksiya önəmlidir. Hadisəyə hansı reaksiyanı verirsən, bu önəmlidir. Hadisəni necə qarşılayırsan, bu önəmlidir. Hadisənin qabağında səndə səbir yaranır abi, o səbri baha qiymət alırlar. Səbir acizlik deyil ha. Səbri acizliklə, səbir qüdrətdir. Səbir hadisələrin qabağında acizanə zəlil olmaq deyil. Səbir müqavimət göstərib nəticəyə görə qane olmaqdır. Nəticəyə görə. Səbirli adamlar sarsılmazdır, əksinə səbirsizlər acizdir. Səbir belə bir xüsusiyyətdir. İnsan səbirlə pillə-pillə ucalır Allaha tərəf. Cənnətə gedənləri qarşılayanda nə deyirlər? Salamun aleykum bima səbərtum. Salam olsun sizə səbr etdiyinizə görə fəni'mə uqbəddar. Axirət evi nə gözəl yerdir. Yəni sizi bu gözəl evə gətirən sizin səbriniz oldu. Səbirlə bura gəldiniz, çıxdınız. Allahın sevgisiz tələb edir ki, bizi bəzən imtihana çəksin ki, biz böyüyək. Çünki böyük Allahla görüşməliyik biz. Biz gəlmişik böyük Allahla görüşə hazırlaşaq. Böyüməyin yolu səbirdir, səbir. Bir daha deyirəm, səbir o deyil ki, başlarına gəldi, deyirəm ki, heç mən təsliməm. Təslim olma hadisələrə, vəziyyəti düzəltməyə çalış, amma bəzən qaçılmaz nəticələr var, deyirəm ki, oldu, dünya dağılmayıb. Elə bu çətinliklər mən Allaha tərəf aparmalıdır. Əllədinə iza əsabəthum musibətun, o kəslər ki, onlara müsibət üz verir, qalu inna lillah və inna ileyhi raciun, deyərlər biz Allahdanıq, biz müsafirik. Səfərdəyik biz. Səfərimiz hardan başlayıb? Allahdan. Və hara doğrudur təzdən Allaha tərəf? Bu səfər dairəvi hərəkətdir. Allahdan başlayıb Allaha tərəf gedən hərəkətdir. Biz yoldayıq, mehriban Allaha tərəf gedirik. Yolun sonu rəhmətdir, başlanğıcı rəhmətdir, hər şey rəhmətdir. Buyurur ki, ulaikə aleyhim salavatun min rabbihim və rəhmə. Səbr eləyənlər üçün Allahdan salavat və rəhmət var. Yəni Allah salavat göndərər onlara. O kəslər ki, səbirlə qaldılar axıra, səbirlə möhkəm dayandılar, o şəxslər can verəndə, Quran buyurur ki, elə ki canları çıxır da, elə bil dünya ilə vidalaşırlar. Dünya həyatı bitib, gedirlər əbədiyyət aləminə. Son dəqiqələrində, saatlarında, məsələn saat qalıb, 10 dəqiqə qalıb, 5 dəqiqə qalıb, bilmirəm, lav axır saatlarında mələklər gələr onların ziyarətinə və nə deyər onlara? Deyərlər ki, Əllə təxafu və lə təhzənu, deyir, qorxmayın və üzülməyin, kədərlənməyin. Deyir, elə ki, mələklər deyər, qorxmayın və kədərlənməyin, qorxu ilə kədər bunları tərk eləyər. Qabaqda sizi qorxulu heç nə gözləmir. Qarşıda sizi ancaq rəhmət gözləyir.
Bu iki xüsusiyyət var, qorxu və kədər. Bunun yolu bağlandı sizin ürəyinizə. Da heç vaxt bu iki xüsusiyyət sizin ürəyinizə gəlib yol tapa bilməyəcək. Qorxu və kədərdən həmişəlik ayrıldınız. Səbrin mükafatıdır bu. Möhkəm dayanmağa. Heç zaman qorxu və kədər sizə yol tapmayacaq. Sizi narahat edən heç bir hadisə yoxdur. Ne üçün? Çünki siz bu yoldan əl çəkmədiniz. Şeytan bütün gücü ilə çalışdı, sizi azdırsın, siz azmadınız. Və sizin mükafatınız cənnətdir. Mən dünən kiçik cümə axşamlar arada oxuyuruq orada bunu. Dedim bunu ki, kim xidmət edir cənnətdə? Süfrə sahibi kimdir? Hansı mələkdir, hansı huridir, hansı xidmətçidir? Heç biri. Nuzulən min rahim, nuzulən min qafurir rahim. Bağışlayan və mehriban Allahdır bu süfrənin sahibi. Süfrə sahibi odur. Özü xidmət eləyər. Elə ki, susuzlayarlar cənnət əhli. Bu dünyanın susuzluğundan deyil, dodağın qurusun, yox. Eşq teşnəliyi olur orada. İnsan eşqdən istəyir. Eşqdən istəyir nəsə susuzluğunu yatırsın. Deyir, ona şərab verərlər cənnətdə. Amma bu dünyada içilən o haram şərabdan yox. Cənnət şərabı nədir? Mərifət şərabıdır o. Mənəvi məstliyi gətirir. Şeirlərdə görmüsünüz, şərabdan danışanda meydən, saqidən danışırlar. Qədimlər saqi o şərabı paylayana deyirlər də, saqi, səqqa. Bu şərabın saqisi kimdir? Bu ayələr məst eləyir, adamı bilirsiniz. Buyurur ki, səqahum rabbuhum şərabən təhura. Rəbləri onların saqisidir, onları sirab eləyər pak şərabla. Yəni öz əlindən su içərlər, məcazi desək, məcazi mənada desək. İnsan əbədiyyət yolunun yolcusudur və bu yol bitməyəcək, heç vaxt. Əbədi davam eləyəcək. Elə bir nöqtə yoxdur, deyəsən cənnətdə çatdım, bitdi, yox. Allah ki sonsuzdur, sən də sonsuz bu yolu gedəcəksən. Bu bitib tükənməyən yoldur. Bunun bir balaca hissəsi var, cüzi, dünya hissəsi. Əbədiyyət yolunun 1 santimetri də deyil. Çox kiçik bir hissəsi, dünya hissəsi. Bu biraz kələkötürdür. Vəssalam. Əvvəli. Sonra gedir əbədi həmişə rahat. Əvvəlində biraz kələkötür var, yolda bir narahatlıqlar var. Bunu keçib gedirlər əbədiyyətə. Böyüklər bunu başa düşüblər. Və onları çətinliklər şad eləyir. Bəli, bəzi müsibət gələndə gözə ağlayır. Peyğəmbərin balası dünyadan köçmüşdü, ağlayırdı. Dedilər, siz də ağlayırsınız. Dedi, qəlbim aramdır, gözümdən. Çünki mərhəmət hissi var insanam. Övladım dünyadan köçüb. Bu insana xas xüsusiyyətdir. İnsanın atifəsidir, emosiyasıdır. Bu belədir. Yəni Allah birini sevirsə, o demək deyil, onun çətinliyi olmayacaq, onu sığortalayacaq hər çətinlikdən. Xeyr. Peyğəmbərləri Allah sevib tikə-tikə doğrayıblar. Yəhya Peyğəmbərin başını kəsib nizələrə vurublar. İmam Hüseynin başına hansı bəlalar gəlib? Bunlar olur, amma Allah birini sevəndə, biz qorxmayına, biz o qədər elə çətinlik verməz. Bizim tutumumuz o qədər deyil. Birdən danışaram, qorxuya düşərsiniz, yox. Bizi Allah tanıyır da bilir. Dağa baxıb, qarnı yağdırır. Bizə də öz gücümüz çatır. Amma hamı bu çətinliyi görür. Hamı bu çətinliyi özünə uyğun görür. Və hamı üçün də qısa bir Əli əleyhissalam Kumeyl duasında buyurur ki, və huvə bəlaun qəlilun məqsuh və yəsirun bəqauh. Deyir, bu elə bir bəladır ki, həm qısadır müddəti, həm də çox yüngüldür. Çətin bir bəla deyil bu. Kiçik və qısa müddətli bəlalardır. Amma Allah bəyəndisə birini, onun imanına dəyəcək zərbələrdən özünü qabağa verir, qoruyur. Allah özü qoruyur. Deyir, buna olmaz. Buna olmaz zərbə dəyəsin. Sevdiyi bəndəsinə tərəf günah seli üst tutanda Allah özü yolundan kənar eləyir, özü qoruyur. Günahlar buna zərbə vurmaq istəsə Allah əlindən tutur. Günahlara şeytana deyir ki, bu sənin yemin deyil, çəkil. Bunun üstünə gəlsən, mənlə tərəfsən, mənlə qarşı-qarşıyasın. Allah sevdiklərini belə eləyir. Özü onun əvəzindən qoruyur, özü qoruyur, vallah. Bir nəfər günahdan özü qorunmuyor, vallah qoruyur. Bir nəfər. Heç kəs deyəməz, mən elə, heç kəs deyəməz.
Sadəcə bəzilərini Allah bəyənir, özü meydana girir, deyir olmaz. Günaha deyir, çəkil kənara. Həzrəti Yusuf əleyhissalam gənc yaşında Züleyxanın toruna düşür. Çünki görürdü ki, Allah görür ki, Yusuf doğrucudur. Müraciətə bax, Yusufu əyyuhəs siddiq. Allah adama belə deyir. Siddiq çox düz danışan adama, çox doğrucu adama deyir. Deyir, ey Yusuf, ey doğrucu. Quran belə müraciət edir. Doğrucu bəndədir. İmanını təsdiq eləyəndir. Həmin bu doğrucu bəndə ki, artıq Allahın sevgisini qazanıb, Allah bəyənib Yusufi, yeniyetmə yaşında düşür belə bir tora. Gizli bir yer, heç kəs yox. Quran buyurur ki, Ğəlləqətil əbvab, qapıları qıfıllayıb neçə qapını. Tək qalıblar ikisi. Bütünün üstünü örtüb deyib, mənim bütün görməyəcək, narahat olma. Bütü də parça atıb üstünə. Həzrət Yusuf deyib, mənim Allahım axı görür. Bundan heç yana getmək olmur. Parça ilə məsələ həll olmur. Parça ilə sən işi düzəltdin, mən neyiniyim bəs? Tək qalıblar. Allah deyir ki, biz kömək elədik, Yusuf qurtardı. Quran buyurur ki, Yusuf əleyhissalam deyir, İnnən nəfsələ əmmarətun bissu, nəfs pisliyə əmr eləyir, İlla ma rəhmə Rəbbi, Allah rəhm elədirsə, Allah rəhm elədirsə qoymur, özü qoymur. Deyirlər, heç fikrinə də gəlmədi Həzrəti Yusufun, o məqamda. Heç fikrinə də günah gəlmədi. Bəzilərimiz axı günah eləməsəydə düşünürük. Və Allahın rəhməti budur ki, 100.000 dənə günahdan fikirləş, qiyamət günü əməl dəftərində bir də yazılmıyor. Heç nə yazılmır. Günah əmələ keçməyincə fikirdədirsə yazılmır. Və əmələ keçdisə də 7 saat möhlət verir, tövbə eləməyincə, 7 saata qədər deyib ki, tövbə eləyər, 7 saat yazmır. 7 saatdan sonra yazır, tövbə eləsən yenə pozur. Və belə rəhimli Allahdır. Belə bir Allahın sevgisini qazanmaqdır. Yusufun zehninə də gəlmədi. Qapıları özü açdı, Allah meydana girdi. Dedi ki, bu Yusufə siz hədəf ola bilməzsiniz. Yusuf sizin sədəfiniz ola bilməz. Şeytana dedi, günaha dedi. Amma zindana düşür Yusuf. Zindan başqa. İmanını mən qoruyaram, amma canı, bu şeylər olacaq, bu imtihanlar olacaq. Məşəqqət çəkir.